Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb. Demokrat az xəbər verir ki, bu haqda Səni axtarıram verilişində deyilib. Atası efirə zəng edərək bildirib ki, Rahid mayın 7-sində Biləsuvardan çıxıb və sonra telefonuna zəng çatmayıb. Türkiyədə xarici gəmidə işləyirdi. Sənəd düzəltmək üçün evdən çıxıb. 2-3 saatdan sonra telefonuna zəng çatmadı. Polisə müraciət etmişik.